Bağışlayan və mehriban Allahın adı ilə bir daha əziz müsəlmanlar, sizləri Ramazan ayının 3-cü günündə xoş gördü ki, Mütəal Allah İslam ümmətini Ramazan ayının gəlişi ilə həm dəyərləndirib, həm də şərəfləndirmişdir ki, Bəqərə surəsinin 183-cü ayəsinə nəzər saldıqda görürük ki, buyurulur ki, ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə vacib olduğu kimi, eləcə də sizə də vacib buyurulmuşdu. Bəlkə təqvalı olasınız. Baxın, İmam Sadiq əleyhissalam buyurur ki, Ramazan ayının orucu heç bir ümmətə vacib olmamışdı, həvalə olmamışdı. Yeganə ümmətdir ki, Həzrət Rəsulullahın ümmətidir ki, oruc bizlərə vacib olmuşdur. Bu da ondan xəbər verir ki, Allah Taala həqiqətən də Həzrət Rəsulullahın ümmətini o qədər şərəfləndirib, dəyərləndirib ki, bizlərə bu cür mübarək ayı bizim ixtiyarımızda qoyaraq yenidən özümüzü saflaşdırmaq, yenidən təqva əhli olmaq, yenidən həqiqi mənada Allah dərgahında həqiqi bəndəçiliyi idarə etmək üçün yeni bir fürsət yaratmışdı bizim üçün ki, Ramazan ayı o qədər mübarək aydır ki, bütün səmavi kitablar Ramazan ayında nazil olmuşdur. Eləcə də bilirsiniz ki, Quran-ı Kərim də müqəddəs Ramazan ayında nazil olmuş bir kitabdır ki, həqiqətən Allah Taala Həzrət Rəsulullah, onun pak əhli beyti və inşallah biz onun ümməti olaraq, onun ümmətini Ramazan ayına məxsus bizə nəsib etməklə bizləri şərəfləndirmişdir ki, Allah Taala bu mübarək ayda hər birimizə həqiqi təqva ilə, ixlas ilə ibadət və itaət etməyi nəsib eləsin inşallah.